Təsəvvür edin ki, heç vaxt qəbulunda olmadığınız bir həkimin pasiyenti kimi sizi qeydiyyata alıblar, özü də 2 dəfə. Üstəlik, həkim heç vaxt üz tutmadığınız tibb müəssisəsində fəaliyyət göstərir. Vətəndaş Xəyal Süleyman iddia edir ki, belə bir hal onun başına gəlib. O, faktı smartfonundakı tətbiqdə sağlamlıq bölməsində həkim müraciətlərinə baxış zamanı aşkarlayıb. İddia əsaslıdırmı? Əməkdaşlarımız araşdırıb. Heç vaxt yanından belə ötmədiyi xəstəxanada həkim qəbulunda olub. Özü də yaşadığı yerdən xeyli uzaqda yerləşən tibb müəssisəsində. Ancaq bundan özünün belə xəbəri olmayıb. Xəyal Süleyman deyir ki, faktı smartfonundakı tətbiqdə sağlamlıq bölməsində həkim müraciətlərinə baxış zamanı aşkarlayıb. İddia edir ki, tətbiqdə heç vaxt qəbulunda olmadığı həkimdən stomatoloji tibbi xidmət aldığı göstərilir. Həkim müraciətlərimə girdim burada. Qarşıma çıxdı ayın deməli 2025-ci ilin sentyabrın 17-si Seyfullayev Aqif Əmnullaoğlunun qəbulunda olmuşam. Və üstündən bir aydan biraz artıq vaxt keçib 29-10-cu ay 2025-ci il tarixində yenə qəbulunda olmuşam. Bu adamı nə mən üzdən tanıyıram, nə simi olaraq tanıyıram, nə heç vaxt qarşıma da çıxmayıb bu adda bir stomatoloq. Və də mən Bakını qoydum, getdim Abşeron Mərkəzi Xəstəxanasında həkim qəbuluna mı düşdüm? Vətəndaş deyir, məsələni sosial şəbəkə hesablarında ictimailəşdirəndən sonra məlum olub ki, bu halla qarşılaşan yeganə adam deyil. Paylaşım elədikdən sonra kifayət qədər adam yazıb ki, həqiqətən də bizim də başımıza gəlib. Belə bir heç vaxt həkim qəbulunda olmamışıq, filan həkim qəbulunda olmamışıq. Bizi yazıblar ki, həkim qəbulunda diaqnoz da qoyublar. İlkin ağız baxışı diaqnozu. Sanki getmişəm orada həkimin qəbulunda olmuşam və ağız baxışımı həyata keçirib. Texniki səhv bir dəfə olur. Eyni həkim qəbulunda əgər məni 2 dəfə yazıblarsa, deməli bu texniki səhv deyil. Burada ciddi bir araşdırma lazım olan məsələ var. Bəs iddialar nə dərəcədə əsaslıdır? Sualı təbibə ünvanladıq. Qurumdan ATV xəbərə bildirildi ki, əvvəlki dövrlərə aid diaqnoz, tibbi qeyd və göndərişlərlə bağlı yarana biləcək uyğunsuzluqların araşdırılması məqsədi ilə nəzarət tədbirləri gücləndirilib. Daxil olan müraciətlər hər biri fərdi qaydada araşdırılır. Məlumatların mənbəyi və yaranma səbəbləri müəyyən edilir. Zərurət olduqda aidiyyatı tibb müəssisələri və məsul şəxslər tərəfindən əlavə yoxlamalar aparılır. Qeyd edilən hallar davamlı və kütləvi şəkildə deyil, əsasən texniki səbəblərdən nadir hallarda baş verir. Bu hallar baş verdikdə isə dərhal zəruri addımlar atılır və analoji halların təkrarlanmamasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Sənan Bəhrəmli, Əziz Əzizov, ATV Xəbər.